Dera 42-ci sual. İkinci, dəst 2-nin sualını izahını verəcəyəm. Deməli, sualda bizdən soruşur ki, proqramın icrası zamanı klaviaturdan daxil edilən natural ədədin rəqəmləri arasında bir rəqəmin yerləşdirilməsi alınan yeni ədəd kvadratını hesablayaraq çap edən proqram Python dilində yazılır. Deməli, necə düşünün? Birinci klaviaturadan natural ədəd daxil edin. N bərabərdir int, input, yazaq ədədi daxil et. Ədəd daxil et. Natural ədəd daxil elədik. Deməli, daxil elədiyimiz ədədi birinci çevirək sətr tipinə. Çünki mən join metodundan istifadə edəcəyəm. Join metodu sətirlərlə stringlərlə işlədiyinə görə bunu əvvəlcədən sətrə çevirirəm. Sonra bura yazıram. Deməli, print çap eləsin, çap eləsin. Bizdən soruşur ki, arasına bir rəqəmi, daxil edədiyimiz hər ədədin arasına bir rəqəmi. Birinci ardıcıl şəkildə gedək, bir rəqəmi daxil edək. Yazaq, join necə işlədiyini bilirik biz. Join n sətirin arasına bir rəqəmi daxil eləsin. Və bu daxil elədiyi bir rəqəmini və daxil elədiyimiz ədədi biz çevirək int tipinə, kvadrata yüksəldəcək, çünki int tipinə çevirək. Çevirdik int tipinə. Daha sonra çevirdiyimiz ədədi kvadrata yüksəldirik. Deməli, necə işlədi? Ədəd daxil elədik. Daxil elədiyimiz ədədi sətrə çevirdik. Həmin sətri arasına bir rəqəmi əlavə elədik və sətr tipində olduğuna görə biz onu tama çevirib kvadrata yüksəldirik. Deməli, baxıb görək düz işləyirmi? Deməli, bizdən oradan soruşurdu ki, 1, 4, 5, 145 ədədi daxil et və 145 ədədini daxil edəndən sonra bu ədəd həmin ədədin arasına bir rəqəmi, məsələn, belə işləyir, belə olacaq. Belə deyək, 145 daxil elədik. Daxil elədiyimiz ədəd çevrildi. 145 mi demişdi? 1, 1, 4, 1, 5. 1, 1, 4, 1, 5. Bu ədədin kvadratı bura bərabərdir. Biz 145 daxil eləmişdik. Bir də daxil eləyək. 145. Bax, buna dönür. Oldu, sağ olun.